İctimai nəqliyyatda ödənişlə bağlı yeniliyi təqdim edirik. May ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumundan öncə silsilə tədbirlərdən daha biri reallaşıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə artıq ictimai nəqliyyatda xarici bank kartları ilə ödənişlər mümkün olacaq. Belə ki, xarici emissiyalı bank kartları vasitəsilə ictimai nəqliyyatda NFC texnologiyası əsasında təmassız ödəniş imkanı qoşulub. Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi. Qeyd edək ki, NFC ödəniş sisteminə ötən ildən başlanılıb. Bu sərnişinlərə rahat ödəniş imkanı yaratmaqla yanaşı xidmət keyfiyyətini artırmağa da imkan verir. Xatırladaq ki, NFC ödənişi sistemi hazırda Bakı və Gəncə şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında da istifadə olunur. İctimai nəqliyyatda bu yeniliyə K Qrup şirkəti və banklarla birgə əməkdaşlıq çərçivəsində nail olunub.